Salam dostlar, bugün sizə möhtəşəm bir üsul deyəcəm. Bu üsuldan istifadə edərək TikTokda istənilən paylaşımınızı keşfet bölməsinə çıxarda biləcəksiniz. Həm də şifrəsiz və təhlükəsiz şəkildə hesabınıza heç bir zərəri yoxdur, hesabınızın ban olma riski yoxdur. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qisminə yazan hər kəsə 500 TikTok takipçisi və 500 TikTok bəyənisi hədiyyə edəcəm pulsuz şəkildə. Videonu mütləq sonuna qədər izləyin. Bunu etməzdən əvvəl keşfet hiləsindən istifadə etmək üçün TikTok hesabımızı mütləq şəkildə hər kəsə açıq etməliyik. Hesabımızda 3 xətt var, yəni ayarlar bölümü. Ora daxil oluruq, buradan aşağı gəlirik, hesab gizliliyi və hesabımızı bu şəkildə hər kəsə açıq edirik. Sonra mən TikTok paylaşımlarıma gəlirəm və burada bir neçə paylaşımımı sizə göstərirəm. Gördüyünüz kimi hamısı gerçəkdən keşfetə düşüb və istifadəçilərin hamısı Azərbaycanlıdır. Keşfetə düşmək üçün ən vacib amil bəyəni, izlənmə və yorum sayınızın çox olmasıdır. Belə olduğu halda paylaşımlarınız keşfet bölməsinə çıxır. Hər hansı bir paylaşımımı seçirəm və 3 nöqtədən bağlantını kopyalayıram. Yəni paylaşım linkimizi. Sonra biz Google-a daxil oluruq və axtarış yerinə takipçi.com yazıb bu sayta keçirik. Sonra biz ən aşağı gəlirik. Burada pulsuz xidmətlər var. Biz pulsuz keşfet xidməti var. Ora daxil oluruq və açılan yerə paylaşım linkimizi, kopyaladığımız paylaşım linkimizi yapışdırırıq. Miqdar yazılıb, orada onu 1000 olaraq seçirik və göndər düyməsinə basdıqdan sonra bu paylaşımımıza keşfet dəstəyi göndərilir və bunun sayəsində 1 saat ərzində paylaşımımız keşfet bölməsinə çıxır.